Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videomda ərik ceminin hazırlanma qaydasını sizinlə paylaşıram. Rəngi, dadı mükəmməl olan çox gözəl cem alınır. İndi keçək hazırlanma qaydasına. İyi cemi hazırlamaq üçün qaysı nə qədər dəymiş olsa, cem o qədər də gözəl alınır. Əvvəlcə qaysını təmiz yuyuram. Yuyandan sonra çəyirdəyini çıxardıb, iki yerə bölüb bir qaba yığıram. Əriyin çəyirdəyini çıxardandan sonra tərəzidə çəkirəm. Təmiz 2 kilo ərik alındı. Mən qarışıq ərik almışam. Həm sarı, həm qırmızı qarışıq. Təmizlədiyim ərikləri cemi bişirəcəyim qazana boşaldıram. Bişərkən qazanın dibi vurmasın deyə 5-6 xörək qaşığı da su əlavə edirəm. Qazanın qapağını örtüb qaza qoyub ərikləri bişirirəm. Arada bir baxıram, alt-üst eləyirəm. Əriklərin hamısı yaxşı bişib yumşalır. Əriyi qazanda bişəndən sonra blenderdən keçirdəcəm, amma istəyə görə ət-çəkən maşından da keçirdib bişirə bilərsiniz. 5-6 dəqiqə bu şəkildə qaynadıram. Əriklər artıq yumşalandan sonra qaynatmıram, qazı keçirib blenderdən keçirdirəm. Hamısını blenderdən keçirdib püre halına gətirirəm. Əgər sizdə blender yoxdursa, elə ya kartof əzənlə, ya taxta qaşıqla da əzə bilərsiniz. Ərik püresinin üzərinə şəkər tozu əlavə edirəm. Qaysı yetişmiş olduğu üçün şirin olur. Mən 2 kilo qaysıya 1 kilo da şəkər tozu əlavə edirəm. Hər kiloya mən 500 qram əlavə elədim. Hər kiloya 600 qram da əlavə eləyə bilər. Şəkər tozunu da əlavə eləyəndən sonra yaxşı qarışdırıram, qoyuram cem bişir. Ara sıra qarışdırıram. Cemin üstündə əmələ gələn ağ köpükləri ara sıra yığıram. Cemi qazın orta xodunda bişirmək lazımdır. Ara sıra qarışdırmaq lazımdır ki, qazanın dibi vurmasın. Cem üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləyəcəm. Artıq demək olar ki, kütlə azalıb, qatılaşmağa başlayır. Qatılaşdıqca rəngi də dəyişir. Cemi dərin qazanda bişirəndə daha yaxşı olur. Kənara sıçramır, amma məndə qazan dayaz olduğu üçün üstü deşikli qapaq əlavə eləyirəm. Onda cem kənara sıçramır. Əgər sizdə belə bir əşya yoxdursa, elə aş süzəndən də istifadə edə bilərsiniz. Onda ətrafa sıçrayıb, ətrafı batırmır. Cem artıq demək olar ki, qatılaşıb, göz qaynayır, ətrafa sıçrayır. Belə olduqda bir xörək qaşığı da limon suyu əlavə eləyirəm. Limon suyu zövqə görədir, istəməyən əlavə eləməsin. Limon suyu ilə da bir yerdə 5 dəqiqə qaynadıb, qazı söndürüb ocaqdan götürürəm. Əvvəlcə biraz duru olur, amma tam soyuduqdan sonra qatılaşır. Qoyuram qalır tam soyuyandan sonra bankalara yığıram. Belə gördüyünüz kimi 2 kilo ərikdən 4 ədəd 450 qramlıq banka ərik cemi alındı. Biraz da qalıb. Onun da necə olduğunu sizə göstərəcəm. Cem artıq soyuyub, qatılaşıb. Çox gözəl, rəngi də çox gözəldir. Dadlı ərik cemi alınıb. Siz də hazırlayın. İndi qaysının mövsümüdür. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomuzu bəyənməyi, yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.